المنظومة التحفة للأطفال أحكام النون الساكنة والتنوين. بسم الله الرحمن الرحيم. للنون إن تسكن وللتنوين 4 أحكام فخذ تبيين. فالأول الإظهار قبل أحرفه للحلق 6 رتبت فلتعرفي. همز فهاء ثم عين حاء مهملتان ثم غين خاء. والثاني إدغام ب6 أتت في يرملون عندهم قد ثبتت. لكنها قسما يدغما فيه بغنة بينمو علما. إلا إذا كان بكلمة فلا تدغم كدنيا ثم سنوان تلا. والثاني إدغام بغير غنة في اللام والراء ثم كررنه. والثالث الإقلاب عند الباء ميما بغنة مع الإخفاء. والرابع الإخفاء عند الفاضل من الحروف واجب للفاضل. في 5 من بعد 10 رمزها في كلمة هذا البيت قد ضمنتها. صف سنة كم جاد şahs قد سما dum tayyiban zidi fi tuğan da zalime. Mənə əsərin bu hissəsində ən maraqlı gələn beyt, ən sonuncu beyt oldu. Sifsə sənə kəm cədə şəxsun qad səmə dum tayyiban zidi fi tuğan da zalime. Müəllif burada müridlərə təqdirə layiq şəxs olmalarını tərif buyurur və zalimlərdən uzaq olub xeyirli insanlarla dost olmalarını onlara tövsiyə edir. 3-cü beytdə müəllif muhmələtən kəlməsi işlədir. Həmin muhmələtən kəlməsini işlətməkdə məqsəd nə olur? Həmin muhmələtən kəlməsi elə bil orada izhar hərflərini bir-birindən ayırmaq üçün, nöqtəli hərfləri nöqtəsizlərdən ayırmaq üçündür. Bu dərsdə müəllif ra hərfinin bir sifət haqqında orada bildirir. Həmin sifət hansı beytdədir və hansı kəlmə həmin sifəti təmsil edir? Filləmi və ra thumma kərrirannə beytində deyəsən, orada təkrir sifətini bildirir. Hansı kəlmədir? Kərrirannə deyəsən. Bir də müəllif sükunun və tənvirlərin 4 hökmü olduğunu bildirir. Həmin o 4 sözü, 4 kəlməsini hansı söz təmsil edir orada? Ərba'u deyəsən, Ərba'u əhkəmi. Oradakı ümumi dərs boyunca rəqəmləri təmsil edən kəlmələri var. Onlar hansılardır? 4 dənə deyəsən. Birincisi fəl-əvvəlu, ikincisi və-səni, üçüncüsü və-səlisu, dördüncüsü ərba'u.